Bu da mənim köməkçimdir də. Yerim məlum Samir. Həftənin sifarişləridir. 30 may səhər saat 7-nin yarısı biz gedirik Qubaya oğlumun sinifi ilə xoş vaxt keçirməyə. Əslində istiqamət Qəbələ idi. Sadəcə olaraq kəskin hava dəyişikliyi ilə əlaqəli biz də istiqaməti dəyişib Qubaya gedəsi oldu. Прокачала дичина, ты послушай меня, милый, придержи коня и спроси у Кати, отпусти меня, нет, тогда надену платье, цвета баклажан, сяду к тебе ладочина. Nəhayət çatdıq. Mənzərəni göstərim sizə. Я работаю, снимаю. Она не каждую минуту работает. Не всегда работаю. Она не всегда работает. Ее снимай. Обязательно. Все группы должны видеть, что Сакура работает. Да, да. Maddi sübut. Əti qoyublar. İndi çəkir. Yok, ətini Çəkir. şibidreler yapar. İndi çəkir, indi çəkir. Смотрите, вот я. Kənd sayağı, kənd üsulu, mangal salatı. Bəli. Çox güclü istirahət edir. Öyle yəni rızıqsızı göstərir. Otur bundan sonra. O biraz suyunu boşaldı. Qabımızı xüsusi göstərir. Sağ olsun sürücü dayı bizə kömək edir. Kebabları o çəkir. Normal bir. Uydurabdım da yazı. Değmedi. Değmedi. Halal oldu. Değmedi. Değmedi. Oo! Oo! Gerçek. Ben gireyim de ben gireyim. İki tane adam salatçıysan da. İki tane adam salatçıysan. Bir adam salat. Ama canlı salmayasın. Canınız yok. Sen ne aşağı tut da. Yaş ses. Bir tane arası lazım. Saymırıq. Saymaq. Oh. Ay bana. Toplanalım. Aha. Biz əslində Qəbələyə gedəcəkdik. Sonra gördük ki, hava tam dəyişib. Külək, yağış, aləm bir-birinə dəyib orada. Ona görə istiqamətimizi dəyişib Qubaya getməyə qərar verdik. Ayağımız o qədər yüngül idi ki, Qubaya çatan kimi orada da yağış başladı və biz Qubadan çıxana qədər də yağış davam elədi. Ta ki avtobusa minənə qədər yağış kəsdi. Amma buna baxmayaraq çox gözəl vaxt keçirdik. Həm valideynlərlə, həm də uşaqlarla birlikdə çox əyləndik. Ortada qaldı oynadıq, voleybol oynadıq. Yəni xoş gün oldu. Sürücü dayıya ayrıca təşəkkür edirəm. Bizə çox kömək elədi. Təxminən 30 kiloya yaxın əti kebab çəkdi və çox gözəl də hazırladı. Biz də digər işləri elədik. Valideynlərlə çox gözəl süfrə açdıq. Yaxşı ki, qapalı məkan da var idi. Əsasən orada oturduq. Salam, hər vaxtınız xeyir olsun. Gedirəm Sədərəyə.
müştərilərin sifarişləri var idi və belə deyim də 3 müştəri eyni parçanı sifariş edib və həmin parçanın da o rəngi bitib. İndi ona görə gedirəm Sədərəyə, yəni başqa mağazalara baxacağam. Çünki mənim belə deyim də hər zaman alış-veriş etdiyim, işlədiyim mağazalarda o parçanın həmin rəngi bitdiyinə görə məcbur başqa mağazalara baxmalıyam. Əgər olsa almalıyam, olmasa fərqli rənglərini çəkib müştərilərə atmalıyam. Ona görə də üst tutmuşam Sədərəyə. Bir də yazıb qiymət soruşanlar olur. Çox xahiş edirəm. Nömrə qeyd edirəm. Ora yazın. Heç narahat olmayın. Bilirəm ki, mənə baxanlar əksəriyyəti xanımlardır və narahat olurlar ki, başqa bir nömrəyə yazmışlar. Narahatçılığa ehtiyac yoxdur. Rahat, narahat olmadan, yəni yazıb nə lazımdırsa soruşa bilərsiniz. Bugün həm də tək gedirəm. Samirsiz gedirəm. Bilmirəm necə daşıyacağım o qədər. Düzdür, bazar çantamı götürmüşəm. Olmazsa olmaz. Hara gedirəm özümlə aparıram. Amma yenə də ağır olur. Çiyinlərim ağrıyır onu daşıyanda. Adətən kuryerlə gətirirəm sifarişləri. Yəni kuryerə tapşırıram, o götürüb gətirir. Mənə belə daha rahat olur. Çünki mən işimi görürəm evdə. Əlavə belə deyim də vaxt itirmirəm. Kuryer də sifarişi gətirib çatdırır. Mənə belə daha rahat olur. Amma elə olur ki, belə vəziyyətlərdə məcbur artıq özüm getməli oluram. Və bəzən də yeni parçalar gəlir. Onda gedib baxıram, yerində şəkillərini çəkirəm, müştərilərə atıram və məcbur yəni gəlməli oluram. Bu da mənim köməkçimdir də. Bu da mənim ikinci köməkçim. Samir, yerim məlum Samir. Corablarını da giyindirək, hə? Sınav üşüməz. Sən orada nə inirsən, hə? Tut yığırsan mənə. Külək tökür hamısını. Həyat hamısı tutdu. Gəldi, yığdıq, gedirik də. Pendir, ət, qurban əti idi. Ata tutumuzu da versin, gedək. Bəh, 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 bəh. Keçəl dədə. Sağ olun. Amma pancake, amma pancake. Gəldim özüm üçün belə gündəlik geyinməyə, dəsbaxım. Bunu çox bəyəndim. Amma qiyməti baha idi mənə görə. Ona görə də bunu almadım. Biraz da belə deyim də üstü çox qısa gəldi mənə. Bu dəstə yaxşıdır, amma məndə çox da yaxşı görünmədi. Bilmirəm, bəlkə də yaxşı dəstləşdirmədim. Ona görə ürəyimə yatmadı bu. Onda içeyim. Bu da üçüncü dəst. Bunu çox bəyəndim. Özümə yaraşdırdım və bunu götürəcəm. Əslində şalvarlı dəst istəyirdim, amma şalvarlı dəstlərin də heç birini bəyənmədiyim üçün və bu dəfə dedim ətəkli götürüm. Daşıdım yuxarı. Təngi nəfəs olmuşam. İndi sizə göstərəcəm ki, hansı parça üçün mən getmişdim Sədərəyə. Baxın, bu parça idi. Hər 3 müştəri mavi rəng istəmişdi. Amma mavi rəng olmadığına görə, yəni ilk sifariş verən kim idisə onu aldım. Digər müştəri elə yaşılı orada çox bəyəndi. Çünki yaşılını görməmişdi, mavini görmüşdü deyə mavini sifariş vermişdi. Amma yaşılı görəndən sonra yaşılı daha çox bəyəndi. Biri də belə, bu cehizli olacaq inşallah. Anası qızına cehiz üçün sifariş edib və həmin xanım da bu rəng olanı sifariş elədi. Belə, yəni hər üçü də məncə çox gözəl oldu.
Əsma üçün də 1-2 geyim aldım. Nə qədər alıram, yenə yoxdur ki, yoxdur. İnanın, gündə neçə dəfə paltar dəyişir, üzəri ləkə-ləkə olur, düşür həyətdə oynayır, palçıq olur. Yəni mən Əsmaya paltar çatdıra bilmirəm. Bunları da elə Masazırda mağaza var idi, ora girdim aldım. Əslində yanından keçirdim, belə nəzər saldım ki, yaxşı geyimlər var deyəsən. Girdim, bəyəndiklərim oldu, aldım. Bu Hello Kitty-li köynəyi Əsma özü seçib. Yəni bir şeyin üzərində Hello Kitty varsa, Əsma onu mütləq ki bəyənir də, bəyənməlidir. Sonra belə bir qaşlı şortik aldım. Gündəliyə geyinməyə, əsasən də belə deyim, parka, anagilə belə rahat olması üçün. Əsmaya demək olar ki, don geyinmir. Keçən vlogda da demişdim, don geyindirə bilmirəm. Hərçənd özümün çox xoşum gəlir qız uşaqları don geyinəndə. Keçən vlogda paxla qaynatmışdıq və orada demişdim ki, paxla bizim müşkülətimizdir. Ümumiyyətlə cənubluların müşkülətidir. Bir izləyicim də yazmışdı ki, paxlandan plov hazırlayın, çox dadlı olur. Mən də söz vermişdim ki, növbəti vlogda hazırlayacağım. Bu vlogda ona görə də paxla plov hazırlayıram. Biz paxla plovu əsasən bu formada hazırlayırıq. İçərisinə paxla, şüyüd əlavə edirik. Düyünün və bu şəkildə qarışdırıb dəmə qoyuruq. Və duzlu balıqla yeyirik. Paxlanı da seçib almışdım güya. Amma hazırlayanda gördüm ki, demək olar yarısı çürüydü. Anam həmişə deyir ki, sən satıcıları ziyana getməyə qoymursan. Harada çürük meyvə tərəvəz varsa, tapıb alıb gətirirsən. Mən də əslində diqqət edirəm, amma bilmirəm necə olur. Ya gözümdən qaçır, ya da bir tərəfinə baxıram, o bir tərəfinə baxmıram. Evə gəlib təmizləyəndə görürəm ki, çoxlu çürük çıxıb. Artıq Əsmanın ingilis dili dərsi başladı. Bildiyiniz kimi onlayn keçirik. Mən də müəlliməni tərifləməkdən doymuram. Həqiqətən o qədər gözəl metodları var ki, əsasən danışıq öyrənirik, amma qaydaları da yəni uşağın yadında qalacaq şəkildə başa salır. Yəni uşaq hiss etmədən qaydanı öyrənmiş olur artıq. Belə deyim də, məncə uşaq ilk növbədə müəllimini sevməlidir. Ondan sonra artıq həmin dərsə də marağı yaranacaq. Əsma da müəlliməsini çox sevir, çünki müəlliməsi uşaqlarla çox gözəl davranır, dərsi maraqlı keçir, uşağı sıxmır. Məncə elə ən önəmli şey də budur, uşağın həvəslə dərsə qoşulması. İndi Əsma dərs vaxtını artıq özü səbirsizliklə gözləyir. Mənim bir dənə mavi rəngli qələmim var. Qələmim yoxsa karandaşım? Pensel nə idi səncə? Karandaşım, pensel. Karandaşım var, aferin. Aslında pensel nə oldu qızım? Pensel, yəni bir dənə karandaşım var. Aferin. It's yellow. Yəni ki, mənim bir dənə karandaşım var, o da sarı rəngdədir. O sarıdır. Sənə pink rəngdə ürək qoyum. Pinki sən. Evet. Sehirli bağban. Biri var idi, biri yox idi. Bir sehirli bağban var idi. Bu bağban bütün meyvələrə cib telefonu hədiyyə etmişdi. Bu adam bikarçılıqdan cib telefonunu qurdalamağa başladı. Kimsə telefonun zənginə cavab verdi. Nana balası, mən Feyxoyayam. Yanımda limon, portağal, naringi də var. İndi nanali rəqsini edəcəyik. Mıtınan pidə. Sən də təkrar elə görüm. Bu adam həmin sözü təkrar etdi. Ay sağ ol nana balası. İndi biz bir-birimizi sevdik. Mıtınan pidə. Talış dilində mən səni sevirəm deməkdir.
Bildin Əsmə? Nədir? Mıtınan pidə. Talış dilində mən səni sevirəm deməkdir. Bundan sonra sənə elə deyəcəm. Yox. Niyə? Mən səni sevirəm deməkdir. Sabah isbat eləyərsən. Eləyərəm. Mıtınan pidə. Ay nəvəsi. Bunlar bu həftənin sifarişləridir. Belə sizə göstərim. Bunlar tək nəfərlik dəstlərdir. Burada da belə, həm də yastıqlarının kənarı da belə kantlıdır. Burada hər ikisi elədir. Burada yastıqlarının kənarında kant gedir. Daha sonra belə bir dəstimiz var. Heç zaman dəbdən düşməyən. Çox gözəldir. Bunu bir dəfə hazırlamışam. Qara döşək üzü ilə, bu dəfə qəhvəyi döşək üzü ilə hazırladım. Amma deyim ki, qəhvəyi ilə daha gözəl görünür. Sonra burada bir dənə belə ad günü üçün hazırlanmış dəstimiz var. Bunu Əsmanın belə deyim də sinifindən bir valideyn sifariş eləyib. Xətrini çox istədiyim bir valideyndir. Öz gəlinləri üçün sifariş eləmişdi. Mən də belə bağlama hazırladım və qutuya yerləşdirdim. Dediyim kimi hədiyyə olacaq. Ona görə də bu formada qablaşdırmışam. Bu həftənin də sifarişləri bunlardır. Yəni hazır olanlar bunlardır. Hazır olmayan bir neçə dəstə var. İnşallah onları da növbəti vloqda sizinlə paylaşaram. Bugünlük də bizdən bu qədər olsun. İnşallah yeni vloqlarda, gözəl vloqlarda görüşərik. Sağ olun, Allah'a əmanət olun.